İkinci ailə nümunəsi Həzrəti Nuh Peyğəmbərin ailəsi. Quranda ən ağrılı valideyn-övlad diyaloqlarından biridir. Təsəvvürən tufan başlayıb, dağlar yavaş-yavaş su altında qalır. Həzrəti Nuh fəryad eləyir: "Ya buneyyə, irkəb mə'nə." Oğlum, bizimlə bircə gəmiyə min. Bu cümlə əslində Peyğəmbərlikdən də çox ata bir fəryadıdır, ata fəryadıdır, xatırladır insana. Oğul o fəryada nə cavab verir? Fikir verin, çox düşündürücü məqamlar var burada. Oğul deyir ki, "Səəvi ilə cəbəlin yəasumini minəlmə." Mən dağa sığınacam, o dağ da məni sudan qoruyacaq. Yəni, gəmiyə minməyə ehtiyac yoxdur ki, xilas olmaq üçün. Xilas olmaq üçün nə çox yollar. İndi öz aramızda onun nə ağlına gələrdi ki, məsələn, dağlara baxır, görür nə hündürlükdə, quraqlıq yerdə bir gəmi düzəldilib, dağ gəmidən çox-çox hündürdə dayanıb, fikirləşir ki, bir sel su olsa, tufan olsa, qaçacam dağa, dağa da basıb altına alası deyil ki, su. Burada birisi nə ötürülür insanlara? Gənc nəsil adətən öz övladın, belə deyək, açıq şəkildə geridə qalıb, keçmişdə qalmış kimi hiss edir. Elə bilir ki, valideyn keçmiş neçənci əsrdə qalıb, bu nə sözlərdir deyir. İndi bəlkə də Nuhun oğlu baxırdı ki, bu neçənci əsrdə yaşayır. O oyda dağı qoyub, quraqlıq yerdə indi mən gəmiyə minəsiyəm, bunun sözü ilə. Lazımsa qalxacam dağa, o məni xilas edəcək. Öz-özlüyündə valideyn keçmişdə qalmış kimi baxır, bu gün gənclər də bu cürdür. Valideyn bir söz, bir məsləhət verəndə elə bilir ki, valideynin sözü, valideyn bunun keçdiyi gəncliyi keçməyib, heç yaşamayıb. Halbuki hamısını yaşayıb, hamısını keçib, təcrübəsi var, dünya görüş formalaşıb. Ona görə də övladına xüsusi dərin mənalı sözlər deyir. Övlad da bəlkə də onu gülümsəyərək yola verir. Amma nəticəsi acı olur o yola verməyin. Necə ki, Həzrəti Nuhun oğlunun ata fəryadına cavab verməməsi ağır nəticə verdi. Əbədi həlakətə səbəb oldu. İndi deyir, o vaxt həmin məsələ dağla bağlı məsələ idi. Deyir, bugünün dırnaqarası dağları nədən ibarətdir? Ola bilər pul övladın gözünü örtər. Ola bilər vəzifəli olar, övlad gözü örtülər. Ola bilər övlad şan şöhrətli olar, gözü örtülər, atasını heç saymaz, valideynin anasını saymaz. Yaxud texnologiyanın inkişafı ola bilər, övladın gözünü örtər ki, valideyn də deyir, bu keçmişdə qalıb. Bu qədər texnologiya inkişaf, bu qədər pul, sərvət, bu gör nəydən danışır. Ancaq deyir, tufan gələndə o texnologiyanın inkişafına baxmır. Tufan gələndə sənin o şan şöhrətinə baxmır. O zəmanənin müəyyən tufanları gələndə artıq sənin o pulun, sərvətin hansı vəzifədə çalışmağına baxmır. Həlak edir insanı. Burada mühüm dərs bundan ibarət ki, valideyn övladın təkcə həyata hazırlamamalıdır. Eyni zamanda həqiqətə hazırlamalıdır. Həyatdan baş çıxartmağı övlada öyrətməlidir. Amma həyat müvəqqəti deyilmi? İnsanı, valideyn, övladı həqiqətə bağlamalıdır ki, həqiqət vasitəsilə həm həyatın problemlərindən çıxmağı bacarsın, həm də əbədi həyatın müşkillərindən, problemlərindən nicat tapsın. İnsanın ən böyük mənəvi ehtiyacı ailədəki təhlükəsizlik hissidir. Valideyni övlad görəndə ki, Allahı tanıyır, görəndə ki, valideyn dua edir, görəndə ki, valideyn şükür edir, səbir göstərir çətinliklər qarşısında. Bu hiss istər-istəməzdir, övlada sirayət edir. Çünki övladın gözünün qabağındadır valideyn. Valideyn ona görə deyir, çox vaxt dillə yox, elə öz əməlləri ilə əslində övladına tərbiyə verir. Bəlkə də özünün də xəbəri olmur. Ona görə deyir, övladlar Allahı daha çox, kitablardan daha çox valideynin əməllərində görürlər. Oradan tapa bilirlər. Oradan həqiqət oxuyurlar. Fikirləşir, valideynim nə edirsə düz edir.